Bismillahirrahmanirrahim. Bəziləri deyir ki, Elşad Miri elmə çağırır, mollasızlığa çağırır, dini, gəlir mənbəyi adət eləməməyə çağırır, siz isə mollalığa çağırırsınız və s. Birincisi, siz deyəndə ümumi qəsd eləmək olmaz. Çünki ən azından hansısa videoda sən rəy bildirmək istəyirsənsə, gir o kanalda 5-10 videoya bax, gör ki, sənin o dediyin mollalıqdan, o dediyin o yas mollaları ki var, bozmaş mollaları ki var, pulla Quran oxuyanlar ki var, dini gəlir mənbə eləyənlər ki var, gör onlara uyğun həmin kanalda, həmin saytda və s. bir veriliş tapa bilirsən, bir çıxış tapa bilirsənmi ki? Biz mollalıqdan və mollaların etdiyi xurafatlardan çəkindirəndə, istər yasda, istər dəfində və s. istər digər dini məsələlərdə, o zaman Elşad Miri hələ Nurçu mədrəsələrində lümaları oxuyurdu. O lümalar nədir, onu bəziləri yaxşı bilir. Qaldı ki, bəziləri deyir ki, Elşad Miri elmə çağırır, siz isə savadsızlığa. O sözü iddia edənlər, zəhmət olmasa, mənim Quran möcüzələri.az saytıma daxil olsun, baxsın, görsün ki, biz hansı elmləri, heç Azərbaycanda yayılmayan belə, hansı fikirləri, rəyləri, Quranın elmi kəşflərini, qərb alimlərinin sübutu ilə necə gətiririk və hansı elmlərə orada toxunuruq və hansı elmlərin üstünü açırıq. Həmin sayta gedib, zəhmət olmasa, baxın, onda bilərsiniz ki, Elşad Miri Quranı sevdirir, yoxsa biz. Elşad Miri elmə çağırır, yoxsa biz. Biz əlbəttə ki, Uca Allahın dinini sevməyə, Quran-ı Kərimini sevməyə çağırırıq. Elşad Mirin danışıqları isə insanları ibadətdən soydur, Quranda namaz yoxdur deyir, Quran müqəddəs deyil deyir, falan əməl yoxdur və s. deyə insanları dindən soydur. Biz isə Quranda olan elmi kəşfləri göstərib, 1400-1450 il bundan qabaq deyilən, əlində heç bir teleskopu deyək, elmi mərkəzləri, araşdırmaları, laboratoriyalı olmayan bir kəs, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm, məgər Quranda belə bir şeylər yaza bilərdimi? Özü, əgər Quran özü yazıbsa, əlbəttə ki, yox. Ona görə də həmin saytda mən orada qeydlər eləyirəm, elmi araşdırmalar aparır, orada yazıram ki, həmin bu Quran-ı Kərimdə deyilən 1450 il bundan qabaq deyilib, elm bunu yeni tapıb, deməli bu Quran, deməli Uca Allah haqdır, onun göndərdiyi Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm də haqdır və göndərdiyi Quran da haqdır. Quranın haqq olduğu onlara aydın olsun deyə, biz öz dəlillərimizi onlara həm üfüqlərdə, həm də onların özlərində göstərəcəyik. Məyər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi? Fusilət surəsi 53-cü ayə. Bütün kainatın yaradıcısı olan Uca Allahın varlığının, Məhəmməd Peyğəmbərin, Allahın ona salavat və salamı olsun, haqq Peyğəmbər olduğunun, Quran-ı Kərimin həqiqətən də Allah Taala tərəfindən göndərildiyinin elmi dəlil və kəşflərlə sübutunu Quran möcüzələri.az saytında görə bilərsiniz.